Salam, 11 illik riyaziyyat test toplusu, natural ədədlərin bölünmə əlamətləri, qalıqlı bölmə, 3-cü başlıq, 1-ci sualdan başlayaq. X-in yerinə hansı rəqəmi yazdıqda bu ədəd 9-a tam bölünür. 9-a bölünmə əlamətinə isək, rəqəmlər cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Deməli, mən bunları toplayacağım. 5 plus 3 plus x plus 8 plus 6 plus x plus 3. Toplasaq bu ədədləri 25 plus 2x edir. 25-in üstünə neçə gəlsək 9-a tam bölünəcəkdir. Deməli, 25-in üstünə 2 gəlsək 9-a tam bölünəcəkdir. Ədəd 27 olacaq, o da 9-a bölünəcəkdir. Deməli, 2x bərabərdir 2, x də bərabərdir 1. Düzgün cavabımız B variantı. İkinci sual. A ədədini 10-a böldükdə natamam qismətisi qalıq isə 8 alınır. Qalıq 8 alınır. Qalıqlı bölmədə bölünəni tapmaq üçün natamam qisməti bölənə vururuq, üzərinə qalığı əlavə edirik. Deyir ki, bu ədədi, bu A ədədini 5-ə bölünməsindən alınan natamam qismətə tapın. Bu ifadəni 5-ə bölək. A ifadəsini bax, hər tərəfi 5-ə bölək. 5-ə bölmək üçün mən bax bu 8-i parçalayacağım. 5 ilə 3-ün cəmi kimi. Olur belə. 5-ə bölünməsindən alınan qalıq. 5-də 10 isə plus 5 plus 5-də 3. Yəni, bunları toplasam 10 plus 8 verəcəkdir. Buradan da, sürətdən də 5-i ortaq çıxartsaq, 2 plus 1 bölünsün 5 plus 5-də 3. 5-də ixtisar getdi, qaldı 2 plus 1 plus 5-də 3. Qalıqlı bölmədə bölünəni tapmaq üçün, yəni bölünənimiz A bölünsün 5 idi, bərabərdir. Natamam qismətin üzərini, natamam qisməti bölənə vurub, üzərinə gəlirik qalığı. Deməli, burada natamam qismətimiz 2 plus 1-ə bərabərdir. Düzgün cavabımız B variantı. Üçüncü sual. A ədədini 8-ə böldükdə qalıqda 7 alınır. 2A plus 1 ədədini 8-ə böldükdə alınan qalığı tapın. Minimum A ədədini tapmaq üçün natamam qismətə 1 yazıram. A bərabərdir 1 vur 8 plus 7, o da verir bizə 15. 2A plus 1 dedikdə 2 vur 15 plus 1 bərabərdir 31. 31 ədədinin 8-ə bölünməsindən alınan qalıq. 31-i 8-ə böləndə 3 dəfə qalıq 7 verəcəkdir. Düzgün cavabımız Y variantı. Dördüncü sual. A ədədini 21-ə böldükdə, natural ədədi 21-ə böldükdə qalıqda 16 alınır. Bu ədədi 7-yə böldükdə qalınan qalığı tapın. Deməli, bura 1 yazsaq, A bərabərdir 21 vur 1 plus 16. 21-in üstə 16 gələndə 37. Bu ədədi 7-yə bölünməsindən alınan qalığı istəyir. 5 dəfə qalıq verəcəkdir bizə 2. Düzgün cavabımız A variantı. Beşinci sual. Natural ədədi A ədədini 12-yə böldükdə qalıqda alınır 10. Bu ədədi 6-ya bölünməsindən alınan qalığı tapın. Bura bir natamam qismətə 1 yazaq. A bərabərdir 12 vur 1 plus 10. Bu da bərabərdir 22. Bu ədədi 6-ya bölünməsindən alınan qalıq. 22 bölü 6 verir 3 dəfə qalıq 4. Düzgün cavabımız A variantı. Altıncı sual. 6 rəqəmli A ədədinin 6-ya bölünməsi üçün A-nın mümkün qiymətlərinin cəmini toplayın. 6-ya bölünmə əlamətini deyək. Eyni zamanda 2-yə və 3-ə bölünən ədədlər 6-ya bölünür. 2-yə bölünməsi üçün son rəqəm cüt olmalıdır. Bu A ədədi, A rəqəmi cüt olmalıdır. Və bu ədədin rəqəmləri cəmi 3-ə bölünməlidir. 7 plus 3 plus 2 plus 1 plus 6 plus A. 19 plus A. Bu ədəd 3-ə bölünməlidir. A-nın yeni mümkün qiymətləri qoyaq. 2 yaza bilərəm. A-nın yerinə 5 yaza bilərəm. 5 yaza bilərəmmi? Xeyr, yaza bilmərəm. Çünki son rəqəmimiz cüt olmalıdır. A-nın yerinə 8 yaza bilərəm.
A'nın yerinə 11 yaza bilərəm, amma cüt olmalıdır. A'nın yerinə ancaq rəqəmlər yaza bilərəm, 11 yaza bilmərəm. Deməli, qaldı 1, 2, 8. 2 ilə 8-in rəqəmlər cəmini soruşur. 2 plus 8 bərabərdir 10. Düzgün cavabımız C variantı. 7-ci sual. N'in hansı qiymətində ədədi 3-ə tam bölünür? 3'e bölünmə əlamətini deyək. 7 plus 1 plus 2 plus n plus 4 cəmi 3'e bölünməlidir. Bu ədədi toplasaq 14 plus n. Elin yerinə elə bir qiymətlər qoymalıyıq ki, elə bir rəqəmlər qoymalıyıq ki, bu ədəd 3'e bölünsün. Elin yerinə ilk öncə bu yaza bilərəm 1, 15 3'e bölünür. 2 yaza bilmərəm, 3 yaza bilmərəm, 4 yaza bilərəm. Bir de 7 yaza bilərəm ki, bu rəqəmləri yazsam, n'in yerinə bu ədəd 3'ə bölünəcəkdir. 1, 4, 7. Düzgün cavabımız C variantı. 8-ci sual. 147.776 vurulsun 147.773. Bu ədədin 7'ye bölünməsindən alınan qalıqdır. Birinci ifadəyə baxsaq, birinci ifadəni 7'ye böləndə qalıq olacaqdır 6. İkinci ifadədə 7'ye böləndə qalıq olacaqdır 3. Aldığımız qalıqları bir-birinə vururuq, bərabərdir 18. 18 də yenidən 7'ye bölürük. 2 dəfə qalıq 4. Düzgün cavabımız B variantı. 9-cu sual. 328.885 ədədi. Bir də vurulsun 328.882 ədədi. Hasilinin 8'e bölünməsindən alınan qalıqdır. 8'e bölünmə əlaməti son 3 rəqəm 8'e bölünən ədədlər 8'e bölünür. Mən bu ədədi 8'e bölsəm son 3 rəqəmini. Birinci ədəddən qalıq olacaqdır 5. İkinci ədəddən isə qalıq olacaqdır 2. Mən bu qalıqları vursam bir-birinə alacağım 10. Yenidən bu 10'u da 8'e böləcəm. 10 bölünsün 8. Bir dəfə qalıq 2. Düzgün cavabımız D variantı. 10-cu sual. X, Z vurulsun 4Y, Z bərabərdir 7344. Bərabərliyindən X, Y, Z istəyir bizdən. Bərabərdir. Son rəqəmlərinin hasili 4 olan ədəd. 2 varianta baxırıq. Z-in yerinə 2 yaza bilərəm, bir də Z-in yerinə 8 yaza bilərəm. Sonra baxıram ki, biri 2 rəqəmlidir, biri 3 rəqəmlidir. Vurmalıyam ki, bu 4 rəqəmli elə bir ədədə vurmalıyam ki, bu 4 rəqəmli ədədə çevrilsin. Mən X-in yerinə deməli, Z-in yerinə 8 yazsam, X, Z. Z'in yerine 8 yazıyorum. Vurulsun 4, Y, 8. Bərabərdir 7344. Baxıram, X'in yerine mən 1 yazmalıyım. Bax, bura 1 yazmalıyım ki. Çünki iki yazsam çevriləcəkdir 8'e. Elə bir bunu bir 400 kimi götürsək, 20'ni 400'e vuranda verəcəkdir bizə 8000. Ona görə mən X'in yerinə məcburan 1 yazım. 7344'ü də 18'e bölək. Verir bizə 4 dəfə 72. 14'ün içində yoxdur. 4'ü düşürdəndə verəcəkdir bizə 8 dəfə 144. Deməli, Y-in yerinə də olacaqdır 0. Deməli, X 18 vurulsun 408 bərabərdir 7344'ə. Demək, X-in yerinə 1 yazdıq, Y-in yerinə 0 yazdıq, Z-in yerinə isə 8 yazdım. İndi bu ədədlərin cəmini istəyir. 1 plus 0 plus 8, o da bərabərdir 9'a. Düzgün cavabımız 10-cu sual 9, Y variantı. 11-ci sual. 7 X
2, 3, y. 5 rəqəmli ədədi 5-ə böldükdə qalıqda 4 alınır. Qalıq 4 alınır. Həmin ədədin 18-ə tam bölündüyünü bilərək 18-ə də bölünür. Bilərək x, y hasilini istəyir. Qalıqda 4 alınırsa, bu ədəddə 18-ə bölünürsə, 18-ə bölünmə əlamətində eyni zamanda 3-ə və 9-a bölünən, eyni zamanda 9-a və 2-yə bölünən ədədlər 18-ə bölünür və yaxud da ki 9-a bölünən cüt ədədlər 18-ə bölünür. Deməli, qalıqda da 4 alınır. Bizim sonuncu 5-ə böləndə qalıqda 4 alınır. Bizim sonuncu rəqəmimiz cüt rəqəm olmalıdır. Çünki eyni zamanda bu ədəd 2-yə bölünməlidir. Qalıqda 4 alınırsa, 2 variant var. 5-ə böləndə qalıqda 4 alınırsa, ya sonuncu rəqəmimiz 4 ola bilər, ya da ki 9 ola bilər. 9-u götürmürük, çünki ədəd cüt olmalıdır. 7 plus x plus 2 plus 3 plus 4. Bu rəqəmlər cəmi verir bizə 16. 16 plus x. Bu 16 plus x ədədi 9-a bölünməlidir. X-in yerinə 2 yaza bilərəm. Ki, bu ədəd olsun 16 plus 2 bərabərdir 18. Bu 18 ədədi də 9-a bölünür. Y2-də x2, y də bərabərdir 4 yazmışam. X vurulsun y bərabərdir 2 vur 4, o da verir bizə 8. Düzgün cavabımız 8 B variantı. 12-ci sual. 4, 5, x, 8, y. 5'ə böldükdə qalıqda 3 alınır. Qalığımız 3 olmalıdır. 5'ə bölünəndə qalıqda 3 olmalıdır. Həmin ədədin 18-ə tam bölündüyünü bilərək. 18-ə bölünürsə, y-imiz cüt ədəd olmalıdır. 5'ə böləndə qalıqda 3 olan ədədlər ya sonu 3 olmalıdır, ya da ki 8 olmalıdır. Y-in yerinə 8 qiymət qoyuram. Niyə? Çünki ədəd 18'ə bölünürsə cüt ədəd olmalıdır. Həm 2'yə bölünür, həm də 18'ə bölünən, 9'a bölünən ədəd olmalıdır. Deməli 4, 5, x plus y 8 plus y-in də yerinə 8 yazdım. Toplam verir bizə 25 plus x. X, y hasilini istəyir. Biz y-i götürmüşük 8. Bu ədəd 9'a bölünməlidir. X-in yerinə 2 yaza bilərəm. X2 9'a bölünməsi üçün rəqəmlər cəmi 9'a bölünməlidir. 25-in üstə 2 gələndə 27. Bu da 9'a tam bölünür. Deməli, bizdən x, y hasilini istəyir. 2 vurulsun 8, o da bərabərdir 16'ya. Düzgün cavabımız Y variantı. 13-cü sual. 3'ə qalıqsız bölünən ədədləri 12'ə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. 3'ə bölünən ədədləri yazaq. 3, 6, 9, 12, 15, 18, 21 və s. 3'ə bölünən ədədlərdir. 12'ə böldükdə, 3'ə bölünən ədədlər 12'ə böldükdə alına bilər qalıq 3. 12'ye tam bölünür. Burada qalıq olacaqdır 6. Burada qalıq olacaqdır 9. 12'ye tam bölünür. Yine 12'ye böləndə qalıq olacaqdır 3. 12'ye böləndə qalıq olacaqdır 6. 12'ye böləndə qalıq olacaqdır 9. Yəni bu döngü davam edəcəkdir. 3, 6, 9. 3'ə bölünən ədədlər sıralamasını yazsaq, 12'ye böləndə alına bilən qalıqlar 3, 6, 9 olacaqdır. Bunların da cəmini istəyir bizdən. 3, 6, 9'un cəmi verəcəkdir bizə 18. Düzgün cavabımız D variantı. 14-cü sual. 7'ye qalıqsız bölünən natural ədədlər. 7'ye qalıqsız bölünən ədədlər 7'dir, 14'dür, 21'dir, 28'dir. 35'dir, 42'dir, 49'dur və s. uzada bilərəm. Bunda ədədləri 28'ə böldükdə, deməli 28'ə böldükdə qalıq olacaq 7, qalıq olacaq 14, qalıq olacaq 21, 28'ə tam bölünür. 35'i 28'ə böləndə yenə qalıq olacaq 7, yenə 28'ə böləndə 14, 28'ə böləndə qalıq olacaqdır 21. Deməli, bu döngü sonsuz sayda davam edəcəkdir. Ona görə alına bilən qalıqlar 7 plus 14 plus 21. Cəm verəcəkdir bizə 42. Düzgün cavabımız 42 D variantı. 15-ci sual. A, B ədədinin B ədədinin bölünməsindən
Alınan natamam qismət vahidə, qalıq isə 36-ya bərabərdir. A-nın ala biləcəyi qiymətlər cəmini istəyir. Açsaq 10-a plus B bölünsün 10 B plus A bərabərdir 1, qalıq 36. Qalıqlı bölmədə bölünəni tapmaq üçün bölənən natamam qismətə vurub bərabərdir 10 B plus A-nı 1-ə vurub üzərinə gəlirik 36-nı. Açsaq bunu 10A plus B bərabərdir 10B plus A plus 36. Keçirsək sol tərəfə, verir bizə 9A çıxılsın 9B bərabərdir 36. 9-u ortaq çıxartsaq, A çıxılsın B bərabərdir 36. A çıx B bərabər olacaqdır 4-ə. Fərqi 4 olan natural ədədlərə baxmalıyıq, rəqəmlərə baxmalıyıq. Mümkün hal kimi götürə bilərik 9, 5. Daha sonra 8, 4. Daha sonra 7, 3. Daha sonra götürə bilərik 6, 2, 5, 1 kimi götürə bilərik. Diqqətlə baxsaq, bölən, bax bu BA, BA böyük olmalıdır qalıqdan, 36-dan böyük olmalıdır. İndi bu AB'dir də yazdığımız. 51, BA olanda 15 olacaqdır, bunu götürə bilmərik. Bir də 62 tərsinə çevirsək 26 olacaqdır, bunu da götürə bilmərik. Götürə bilərik 9, 5-i, 8, 4-ü, bir də 7, 3-ü. Ala biləcəyi qiymətlər, A-nın ala biləcəyi qiymətlər 9 plus 8 plus 7. O da verəcəkdir bizə 24. Düzgün cavabımız A variantı. 16-cı sual. A, 2, B, 6, C ədədi 12-yə bölünərsə, ABC ədədinin ala biləcəyi ən kiçik qiyməti soruşur. Plus B plus C. Bu ədəd 12-yə bölünür. 12-yə bölünürsə, həm 3-ə, həm 4-ə bölünən ədəd olmalıdır. A plus 2 plus B plus 6 plus C ədədi. Toplasam, A plus B plus C plus 8 olacaqdır. Bu ədəd ala biləcəyi ən kiçik qiyməti tapın. 12-yə bölünür. 12-yə bölünürsə, bu üçünün cəmi ümumiyyətlə cəm 3-ə bölünməlidir. Ən kiçik qiyməti isə A plus B plus C. Ən kiçik qiyməti 1 ola bilər. Çünki 1-in üstə 8 gəlir, 9, o da 3-ə bölünür. Bu ədəd bu şəkildə təsvir oluna bilər. Biri 1 olar, ikisi B ilə C-nin yerinə də 0 yaza bilərik. Deməli, bu ədəd A-nın yerinə 1, digərlərinin yerinə 0 yazsam, bu ədəd 12-yə bölünən ən kiçik ədəd olacaqdır. Düzgün cavabımız 1. 17-ci sual. Rəqəmləri fərqli olan iki rəqəmli ədədi 5-ə böldükdə alınan qalıq ən böyük olarsa. Rəqəmlər fərqlidir, 5-ə böldükdə alınan qalıq ən böyükdür. Deməli, iki rəqəmli ədəd deyir, 5-ə bölünəndə alınan qalıq ən böyük olacaqdır. 4. Qalıq ən böyük 4. Bura bir x yazsaq, natamam qismətə. Bu şərti ödəyən neçə iki rəqəmli ədəd var. X-in yerinə 1 yazsaq, 1-i 5-ə vurub üzərinə 4 gəlsək, AB ədədi verəcək 9, bunu götürmürük. 2 yazsaq, AB ədədi verəcəkdir bizə 19. 3 yazsaq, 14. 3 yazsaq, X-in yerinə 3 yazsaq, 3-ü 5-ə vurub üzərinə 4 gəldi, verdi bizə 19. 4 yazsaq, verir bizə 24. 5 yazsaq, 29. Diqqətlə baxsaq, 14, 19, 24, 29, sonra 34, 39. Bu ədədlər 5-ə böləndə qalıb 4 olacaq. 44, 49. Daha sonra 54, 59, 64, 69, 74, 79, 84, 89, 94, 99. Bu ədədlər 5-ə bölünəndə qalıqda 4 alınan iki rəqəmli ədədlərdir. Sayına baxsaq, 18 sayda belə iki rəqəmli ədəd vardır.
rəqəmlər fərqli dediyinə görə rəqəmlər fərqli dediyinə görə 44-ü silirəm. Bir də 99-u silirəm. Rəqəmlər fərqli deyir. Ona görə də 16 sayda belə ədəd vardır. Rəqəmlər fərqli şərtinə görə bu ədədləri sildik. Ümumi 18 idi. Amma belə 16 sayda iki rəqəmli ədəd vardır ki, 5-ə bölünəndə qalıqda 4 alınsın. Düzgün cavabımız 16. Bu məsələnin həllinin bir yönüdür. Digər yönü isə digər yönünə də baxaq. Misal üçün, 4-ə 2 rəqəmli ədədlərdən 5-ə bölünəndə qalıqda 4 alınan ən kiçiyi 14-dür. Ən böyüyü isə 99-dur. Sayını tapmaq üçün 5-ə bölünəndə qalıqda 99-dan çıxıram 14-ü. 5-ə bölündükdə deyir deyə 5-ə bölürəm, üzərinə 1 gəlirəm. Verir bizə 99-dan 14 çıxan 18. Deməli 18 sayda belə ədəd vardır. Amma rəqəmlər təkrarlanmaya dediyinə görə mən onların arasını 44 və 99-u silirəm. Verir bizə 18 say, 16 sayda ədəd verir bizə. Hər iki sual keçərli. 18-ci sual ədəd verilib. Deyir, bu ədəd 30-a tam bölünür. Bu ədəd 30-a bölünürsə, son rəqəmi 0-dır. Yəni, 5 0-a bərabərdir. 30-a bölünürsə, eyni zamanda bu ədəd 3-ə bölünməlidir. 3-ə bölünmə əlamətini tətbiq edək. Olur belə, 4A plus 8 ədədi 3-ə bölünməlidir. Əgər A-nın yerinə bir rəqəmi yazsaq, ədəd 3-ə bölünəcəkdir. A-nın yerinə 4 yazsaq, 3-ə bölünəcəkdir. A-nın yerinə 7 yazsaq, 3-ə bölünəcəkdir. Bizdən nə istəyir? A-nın mümkün qiymətlərinin cəmini istəyir. A-nın mümkün qiymətlərinin cəmi verəcəkdir bizə 12. Düzgün cavabımız 12. 19-cu sual. A6, B ədədi 30-a tam bölünür. Ədəd 30-a bölünür. 30-a bölünürsə, deməli, son rəqəmi 0-dır. Ədədləri toplasaq, rəqəmləri toplasaq, bu ədəd 3-ə bölünmə əlamətini tətbiq etməliyik. Olur belə, 4A plus 6. A-nın yerinə bir qiymət yazsaq, bu ədəd 3-ə bölünməyəcək. A-nın yerinə 2 yazsaq, bölünməyəcək. A-nın yerinə 3 yazsaq, 4 dəfə 3, 12, 12-nin üstə 6 gəldi, 18 bölünür. A-nın yerinə 4, 5, 6 yazsaq, A-nın yerinə 6 yazsaq, 4 dəfə 6-ın 24, 24-ün üstə 6 gələndə 30, 30-a və 3-ə bölünür. A-nın yerinə bir də 9 yaza bilərəm. 4 dəfə 9, 36, 36-ın üstə 6 gələndə 42, 42 ədədi 3-ə bölünür. Demək ki, A-nın mümkün qiymətlərinin cəmini istəyir. 3 plus 6 plus 9 cavab edəcəkdir bizə 18. Düzgün cavabımız 18. 20-ci sual. AB ədədini 9-a böldükdə qalıqda 5 alınır. ABC ədədi 9-a tam bölünürsə, sayını tapın. Demək, AB ədədi 9-a bölünəndə qalıqda 5 alınır. AB ədədi 1 yazsaq bura. Deməli, AB ədədi 9-u 1-ə vurub üzərinə 5 gəldi, verdi bizə 14. Deməli, bu AB 14-ə bərabərdir. ABC dedikdə A ilə B-nin yerinə 14 yazsam, qalır burada C. Deyir, bu ədəd 9-a tam bölünür. 9-a bölünməsi üçün rəqəmlər cəmi 9-a bölünməlidir. Bu da verir bizə 5 plus C. C-ni tapın. Bu ədəd 9-a bölünməsi üçün C 4 olmalıdır ki, 5 plus 4 verəcəkdir bizə 9. Rəqəmlər cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Düzgün cavabımız C bərabərdir 4-ə. 21-ci sual. AB ədədini 9-a böldükdə qalıqda
3 alınır. 3 alınır. ABC ədədini 9-a tam bölünürsə sayını tapın. Natamam qismətə 1 yazsaq, AB ədədini tapırıq. Elə bil 1 vur 9 plus 3. AB ədədi verəcəkdir bizə 12. İndi baxaq ABC ədədinə. AB-nin yerini 12 yazsaq, burada da bir C var. Deyir ki, bu ədəd 9-a bölünür. 9-a bölünmə əlamətini tətbiq edək. Rəqəmlər cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Buradan da alırıq ki, C-nin yerinə 6 olmalıdır ki, 3 plus 6 9-a bərabər etsin, o da cəmi 9-a bölünsün. Deməli, C bərabərdir 6 olmalıdır. Düzgün cavabımız 6. 22-ci sual XY 0,6 bölünsün XY. Bölmə əməlində natamam qismət A-ya, qalıq isə B-dir. Qalıq da B-dir. A-B hasilini istəyir bizə. A olsun B hasilini istəyir bizdən. Misal üçün, deyək ki, bir ədəddir. Yerinə qoyaq. XY-in yerinə deyək ki, qoyduq. 1206-nı böldük 12-yə. Burada bir dəfə 12 və 2 dənə sağına 0 yazacaq da, yəni qalığa görə. Demək, XY 0,6-nı da XY-ə böləndə natamam qismətdə, yəni A-nı 100 alacaq. Qalığı isə B-ni isə alacaq 6. Yəni XY 0,6 bölünsün XY dedikdə natamam qismət 100 olur. Qalığımız isə 2,06 aşağı düşür. Qalıq da 6-ya bərabərdir. Bizdən A vurulsun B hasilini istəyir. A vurulsun B bərabərdir 100 vurulsun 6, o da bərabərdir 600-ə. Düzgün cavabımız 600. 23-cü sual XY 0,4 bölünsün XY. Natamam qismət A-ya bərabərdir, qalıq da B-dir. AB hasilini tapın. Eyni qaydanı tətbiq edirik. Buradan A bərabərdir 100-ə, B bərabərdir 4-ə. AB hasili verəcəkdir bizə 100 vur 4, o da bərabərdir 400. Düzgün cavabımız 400. 24-cü sual 2 natural ədədin cəmi 211-dir. Bu ədədlərdən böyüyünü kiçiyə böldükdə natamam qismətdə 4 qalıq 1 alınır. Deməli, 2 ədəddir. A və B ədədləri cəmi 211-ə bərabərdir. Bu ədədlərdən böyüyünü A-nı kiçiyə böldükdə natamam qismətdə 4, qalıqda isə 1 alınır. Ədədlərdən böyüyünü tapın. Buradan A bərabərdir, natamam qismət 4 idi də 4B plus 1. Qalıqlı bölmədə bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub üzərinə qalığı əlavə etmək lazımdır. Gətirək birinci, bax bu baş ifadədə A-nın qiymətinin yerinə yazaq 4B plus 1. Deməli yazıram 4B plus 1 bərabərdir, yox bir də plus B. Yəni A-nın yerinə 4B plus 1 yazdım. Plus B bərabərdir 211-ə. B-ləri toplasam 5B plus 1 bərabərdir 211. 5B bərabərdir 211-dən 1 çıxdıq verdi bizə 210. B bərabərdir 42. Deməli B ədədi 42-dir. B 42-dirsə bizdən nə istəyir? Bu ədədlərdən böyüyünü istəyir. Demək, A plus 42 bərabərdir 211. A bərabərdir 211-dən də 42 çıxanda 169 verəcəkdir. Düzgün cavabımız 169. Və yaxud da ki, B-nin aldığımız qiymətini aparırıq, bax bu ifadədə yerinə yazıb A-nın qiymətini hesablayırıq. Hansı üsul rahatı üsuldan istifadə edilir? 25-ci sual 9m kubu bərabərdir m087. Belə, m-in hasilini tapın. M vurulsun n-i tapmalıyıq. N də daxildir natural ədədlər çoxluğuna. Diqqətlə baxsaq, bu ədədin sonu 7-dir. Deməli, 9-u hansı ədədin kubuna vurublar? Sonu 7 olub. Deməli, 9-u nəyə vursaq sonu 7 olar? 3-ə vursaq. Deməli, bax bu n kubu ədədinin son rəqəmi 3-dür. Yəni, n kubunun son rəqəmi 3-dür. Hansı ədədin kubun son rəqəmi 3-ə bərabərdir? N bərabərdir 7 olduqda 7-nin kubu verir bizə 343. 9-u da vursaq, gətirək belə.
9 vurulsun 7'nin kubu beraberdir. 9 vurulsun 7'nin kubu verir bize 343. O da beraberdir. 9 dəfə 3 27, 36, 38, 3 yadda 3087 verəcəkdir. Deməli, M-imiz 3'ə bərabərdir, N isə 7'yə bərabərdir. M-in hasilini istəyir, M vurulsun N hasilini istəyir, 3 vur 7 bərabərdir 21'ə. Düzgün cavabımız 21. 26. sual. 7'ye böldükdə qalıqda 4 alınan ədədlər 3'ə tam bölünür. Deməli, bir ədəddir, özü 2 rəqəmli ədəddir. Bölüblər 7'yə, natamam qisməti bilmirik, qalıqda 4 alınır. Deməli, bu AB ədədi. Bax, burada natamam qismətdə. Əgər 1 yazsam, 1'i 7'ye vurub üzərinə 4 gəlsəm, 3'ə bölünməyəcəkdir. Şərtdə deyir 3'ə tam bölünməlidir. Natamam qismətdə 2 yazsam, verəcəkdir bizə 18. Ən kiçik 2 rəqəmli ədəd 18 olacaqdır. 7'ye böləndə qalıqda 4 alınsın. Burada bir 12 yazsam, 11 yazsam. 11'i 7'ye vurur 77. 77'nin üstünə 4 gəldik 81. İkinci ədədimiz olacaqdır 81 ədədi. Bizə deyir ki, ən kiçik və ən böyüyünün cəmini istəyir bizdən. 18 plus 81 cəm verəcəkdir bizə 99. Düzgün cavabımız 99. 27. sual. M ədədini 7'ye böldükdə qalıqda 6 alınır. M kvadratı plus 3M plus 7 ədədini 7'ye böldükdə qalıqda neçə alınır? Bunun həll variantı bir neçə forması vardır. Ancaq ən rahatı, bax, natamam qismətdə 1 yazın. Natamam qisməti bölənə vurub, üzərinə qalığı gəlin. 7 vur 1 plus 6. M bərabərdir 13'ə. Getirək 13 qiymətini yerinə yazaq. 13'in kvadratı vurulsun 3 vurulsun 13 plus 7 bərabərdir. 13'in kvadratı 169 plus 39 plus 7 bərabərdir 215. 215 ədədini indi 7'ye bölək. 215 bölünsün 7. 3 dəfə 21. 5 qalıq qalır. Deməli 30 tam qalığımızda 5 qaldı. 30 tam 7'də 5 eləyir. Bizə nə deyir? Qalıqda nə alınır? Qalıqda neçə alınır? Qalıqda 5 alınır. 28. sual. M ədədini 5'ə böldükdə qalıqda 3 alınır. M kvadrat plus 6M plus 5 ədədini 5'ə böldükdə qalıqda neçə alınır? Natamam qismətə 1 yazırıq. M bərabər olur. 5'i 1'ə vurub üzərinə 3 gələndə 8. 8'in kvadratı plus 6 vurulsun 8 plus 5 bərabərdir. 64 plus 48 plus 5 bərabərdir. Demək 117 edir. Deyir, indi bu ədədi 5'ə böldükdə qalıqda neçə alınacaq? 117'ni bölürük 5'ə. Qalığımız oldu 2. 29. sual. N ədədini M kubu ədədinə böldükdə natamam qismətdə 2, qalıqda 31 alınır. N'in ən kiçik qiymətinin rəqəmləri cəmini istəyir. Biz bilirik ki, qalıq 31'dirsə, bax, bu bölən qalıqdan böyük olmalıdır. Bölən qalıqdan böyük olması üçün hər hansı bir ədədin 3-cü dərəcədən qüvvətinə bərabər olmalıdır. M-in yerinə nə yaza bilərəm? 31'dən böyük olması üçün M-in yerinə 4 yaza bilərəm. 4'ün kubu olsun. Deməli, N bölünsün 4'ün kubu bərabərdir 2 qalıq 31. N'in ən kiçik qiymət, N'in
ən kiçik qiymətini hesablayırıq. N bərabərdir 2 vurulsun 4-ün kubu verir bizə 64 plus 31. N bərabərdir 128-in üstə 31 gələndə 159. İndi bizdən rəqəmlər cəmini istəyir. 1 plus 5 plus 9. O da bərabərdir 15-ə. Düzgün cavabımız 15. 30-cu sual. N ədədini 35-ə böldükdə natamam qismətdə m, qalıqda m-in kubu alınır. N-in ən böyük qiymətin rəqəmlər cəmini tapın. Deməli, 35-ə böləndə, bölən 35-dir. Qalıq böləndən kiçik olmalıdır və hər hansı bir ədədin 3-cü dərəcədən qüvvəti olmalıdır. Demək ki, 35-dən kiçik 3-cü dərəcədən qüvvət m kubu verməlidir bizə 27. Yəni m də bərabərdir 3-ə. Demək, olur belə, n bölünsün 35 bərabərdir 3, qalıq 27. Belə. İndi n-i hesablasaq, 35-i 3-ə vurur, üzərinə gəlirik 27-ni. Bərabər 35-i 3-ə vuranda 105 plus 27, bu da verir bizə 132. N-in ən böyük qiymətinin rəqəmlər cəmini istəyir. 1 plus 2, 3 plus 2 bərabərdir 6-ya. Düzgün cavabımız 6. 31-ci sual. Deyir ki, bu ədədi 4-ə böldükdə qalıqda 3 alınır. A plus B, C plus D ifadəsinin ən böyük qiymətini tapın. İfadə ən böyük olması üçün sürət ən böyük olmalıdır. Məxrəc isə ən kiçik olmalıdır. Deməli, bu ədədin ən böyük qiyməti hansı ədəddir? Bax, bu ədədin 4-ə böləndə qalıqda 3 alınsın. Ən böyük qiyməti 9 yazsam, 4-ə bölündə qalıqda 3 alacaq. Bu ədədin isə C ilə D-nin ən kiçik qiyməti bu ədəd olmalıdır. 0, 3-də yaza bilərik, 7, 5, 1, 1-də yaza bilərik. İndi diqqət edək, görək hansını götürsək, isə sərf edir. Ən böyük qiyməti A plus B, 9 plus 9, yəni A ilə B-nin yerinə qoyduq da qiymətlərini. Bir qiymət, əgər 0-3 yazsaq, 0-dan 3-ün cəmi 3 eləyir. Bax, bu qiyməti götürsək, bizə sərf eləyər, ən kiçik olar. 1 ilə 1-in cəmi, 1 plus 1, bərabərdir. 9 ilə 9-un cəmi 18 bölünsün 2, bərabərdir 9. İfadəsi ən böyük qiymət alır. Amma 0-3 qoysaydıq, 0 ilə 3-ün cəmi 3 eləyir, 18 ilə 3-ə böləndə 6 olacaqdır. Bizdə böyük qiymət istədiyinə görə ikinci variantı götürdük. Bax, bu 1-1 olanı götürdük. 31-ci sual, cavab 9. 32-ci sual. Dördə bölünükdə qalıqda 2 alınır. A plus B, C plus D ifadəsinin ən böyük qiyməti. Kəsir ən böyük olması üçün sürət böyük, məxrəc isə ən kiçik olmalıdır. Demək, 4-ə bölündükdə qalıqda 2 alınırsa, ən böyük olacaqdır 98. A-B-nin yerinə 98 olmalıdır. Bax, bu ədədi 4-ə bölündə qalıqda 2 alınacaqdır. İkinci ədədi götürək, 4-ə bölündə qalıqda 2 alınsın, 0-2-ni götürə bilərik. Başqa. Dördə bölündə qalıqda 2 olsun. Yoxsa 1-0, 1-0 onu götürə bilər. 4-ə bölündə qalıqda 2 olsun. Hər iki varianta baxaq. Bərabərdir. 9 ilə 8-in cəmi. Məxrəcdə də bax bunu götürürəm mən. Niyə? 0 ilə 2-nin cəmi verəcək 2. Böləndə
Burada da 0 ilə 1-in cəmini götürək. Bərabərdir. 9 ilə 8-in cəmi 17, 0 ilə 1-in cəmi 1, cavabımız olacaqdır 17. Əgər 0-2-ni götürsəydim, bax bunu, olacaqdır 17-ni də 2-yə böləndə kəsrədə də alınacaqdır. Buna görə kəsrədə də alınacaqdır. Amma yazımda 9 plus 8 bölünsün 2, bu da verəcəkdir bizə 8,5. Ama bizden en büyük qiymət istədiyinə görə 17'ni götürürük. Düzgün cevabımız bunu götürürük. 17. Bu kadar.